Yani daha önce de dediğim kimi bu bir dəftər bunu açın bu cür eləyim. Ədədin faizlərini yəni göstərmək üçün formalaşdır. Rənglər şkalası bu cür elədik. Olsun. Bunu yığırıq belə. Daha da aşağı verin belə görsənsin. Burada bayaq göstərdiyim kimi buna əgər mən 12% eləsəm, bunu da məsələn 1000% eləsəm, avtomatik görürsüz dəyişdi. Mənfiyə doğru getdikcə, yəni zərər elədikcə, belə deyim, ağarır. Mən bunu belə yox. Məsələn, bunu eləsəm 120, 1200, yenə ağarır. Bu səfər həddindən çox, yəni digər rəqəmlərdən də çox müsbətə doğru olduğu üçün rəqəmləri verilən sütunu yaşıl rəngdə verir. Başa düşdünüz? Çünki burada şərti formalaşdırda qayda var. Baxın, qayda buna əsasındadır. İndi mən bayaqlar bir sual verdim. Daha qayda açıq değildi deyə, indi açıqdır. Görürsüz də problem yoxdur. Bərabərdir. Satış çıxılsın. Alış. Bu işarə bilirsiniz nədir? Cədvəldə burada axı düstur başqadır. Baxın yuxarıda. Satış faizi çıxılsın alış faizi. Okey. Amma burada alış faizi çıxılsın satış faizi. Bu nə deməkdir? Çoxlunluq. Yəni çoxluq ilk düstura bağlıdır. Azlıq sonuncu düstura bağlıdır deyə qarşılıq olur. Əgər mən bunu götürüb sadəcə heç bir şey eləmədən aşağı sürüşdürsəm, gördünüz yenə bu işarə var. Və sonuncudan onun altına üstünə çəksəm, bir dəqiqə. Bunu götürüb yuxarı versən, vəssalam, ləğv olur. Yadınızda idi, az öncə fikir verdiniz, bilmirəm yoxsa yox. Yaşıl rəng, bu tünd rəng aşağıda idi. Düzdür? Ağ rəng yuxarıda idi. Baxın. Gördünüz? Tünd rəng aşağıdadır, ağ rəng yuxarıdadır. Düsturu dəyişəndən sonra tərsinə oldu. Buradakı qayda dəyişir. Burada qaydaları formalaşdırdan sizə göstərəcəm. Burada qaydanı dəyişdirmək də olur. Ki, baxın, gəldik belə. Növbəti dərsdə ətraflı baş salacağım. Sırf qayda necə dəyişilir. Məsələn, mən düstur verirəm. Faiz görürsənsə bu rəngi ver. 100 rəqəmini görürsənsə bu rəngi ver. Bu bizə önəmli olan amillərdən biri olacaq. Baxın, gəldik bura. Digər qaydalar. Baxın. Buranı görürsünüz. Bütün xanaların qiymətlərini əsas formalaşdır. Mən razıyam, okey, bu olsun belə. Olsun sarı nəydə? Bütöv sərhəd deyək. İndi görün bu ətraflı işləyəcək yoxsa yox. Çünki mən burada bəzi şeylər dalamışam, ona görə o bilsin ki, işləməsin. Mənfi dəyər və ox. Əgər baxın, burada mənfi dəyər və oxlar, ox parametrləri. Doldurma rəngi. Burada nədir? Mənfi zolaq doldurma rəngi. Nə olsun? Qırmızı. Mənfi zolaq sərhədi. Sərhəd rəngi də qırmızı eləyirəm də. Mən görmürəm, məsələn. Və yaxud mənim gözlərim çox yorulur. Hər hansı hesabatı hazırlamaq üçün. Baxın, ox parametrləri, əsas parametr. Burada nə yazır? Mənfi dəyərlərdə zolaqların rəngini dəyişmək üçün xanada ox istiqaməti seçin. Avtomatik mənfi dəyərlər əsasında dəyişiklik mövqedə göstər. Xananın mərkəzi göstər. Yox. Bizə sadəcə ilk lazımdır. Burada heç bir şeye toxunmur. Bunu nəyə görə tez ötüb keçirəm? Yəni bunu sizə sırf bu menyuda bu şeye toxunmağınız əsas deyil. Bir dənə də bu var. Heç nə mənfi dəyər zolaqlarının eyni istiqamətdə müsbət kimi göstər. Xeyr. Zaten biz mənfiləri qırmızı göstərir. Niyə müsbət eləyək ki bunu?
Bunun üçün də gəlirəm qırmızı seçirəm. Ya da bu rəngi o qalsın elə qara kimi. Ok verdim. Rəng şkalasından sarı seçmişəm. Gördünüz bunu yoldaşlar? Baxın. Görə bilir hər kəs. Müəllim, mən düzü rəngi seçəndən sonra görsəndir, bayaqdan mışqa tərpənir, amma heç nə oxuduğunuzu falan oxuya bilmirəm. Yəni ağappaq ekran idi. Onu deyildi. Elə. Məndə də elə idi. Sizdə Məndə də digərlərində də elə görsəndi. Bəli, elədi. Niyə heç nə olmur? görmürəm. Yazıları hardan oxuyursunuz, baxıram ki, görsəm mən qaçırıram, diqqətlə görürəm, heç nə görmürəm. Bir rəng dəyişimi görsəndir, başqa heç nə. Bir dəqiqə. Bu necə olur? Mən görürdüm bunu. Baxın, indi işləyir. İndi görürsüz. Yox, bu dəqiqə yox. Yəni mışqa tərpənir, sadəcə ox tərpənir, amma nəsə seçmisinizsə Ha, falan. ola bilsin, Zoom proqramı özü buraxmır. Amma narahat olmayın, videoda göstərəcəm sizə. Mütləq şəkildə görəcəksiniz onu. Mütləq şəkildə onu görəcəksiniz. Niyə? Çünki mənim ekran kaydım 2 dənədir. Mən bu ekran kaydım sırf sizin üçün hər şey ətraflı göstərir. Amma bilsəydim belə də şey eləməzdim. Çəkərdim, sonra atardım o dəstəyi kimi. Amma okey, eybi yoxdur. Mən düşünürəm ki, baxın dəyişiklikləri görə bilirsiniz burada. Aha, indi göstərir. Buradakı qırmızı getdikcə çoxalır. Görürsünüz bunu? Aha. Hə. Bunun qaydasını göstərdim sizə. Ola bilsin o əsas menyulardır ki, hansı əsas menyuları zoom buraxmır. Bilmirəm niyə, amma o əvvəl daha rahat göstərirdi. Baxın, mən bu rəqəmlərin bu cürünü göstərdim və mən bu cürünü gördüm. Yenidən şərti formalaşdıra gəlirəm. Deyirəm ki, bu səfər fərqli bir şey olsun. Belə. İndi gördünüz necə bu oldu? Aha. Necə oldu? Şərti formalaşdıra gəldim. Ha. Seçili rəng şkalası. Proqram. Mən sadəcə telefonda qoşuluram deyə çox şey, piktoqramlar dəsti ona qovurdunuz. Aha, dəsti və mən buradan Aşağıdan qiymətləndirmələrdən baxın, aşağı düzdür. sağ mavi seçdiniz deyəsən. Baxın, bunu da götürün. Mən sizi tam ətraflı başa salım. Baxın, görürsünüz x, nida, DS işarəsi müsbətə doğru getdikcə müsbət rəylər verir, işarələr verir. Bundan sonra mən gələrəm, mən bunu seçərəm. Bunu da seçə bilərəm. Mən bunu seçəcəm. Bunu seçəcəm. Bu ortalamadır. Bunun üçün də qayda veriləcək. Bu ehtimalı bunu növbətdə istəyəcəm. Məsələn, necə olur o? Onun ətraflı mən sizə gələn dərs baş salaram. Tamam. İlk onluq, yox, bir dəqiqə. Bir dəqiqə. Aha. Ədəddən böyükdür, kiçikdir işarəsi əsasında olacaq. Onları növbətdə mən sizə başa salaram. Bu da indi başa salım. Baxın, görürsünüz hal-hazırda ekranı. Aha. Bu menyunu görə bilirsiniz. Yox, xeyr. Nəyəsə tıkladısa yox, görsənmir. Okey, siz də o videonu atacağım YouTube'da baxarsınız. Burada belə bir ortalama var. Ona görə sakitcə qulaq asın. Yəni necə? Tam qulaq asın YouTube'a atanda və mənim bu dediklərimlə, oradakı dediklərim üstə düşəndə görəcəksiniz. Baxın, mən gəlmişəm bura. Mən deyirəm ki, ədəd mənfi. Burada belə bir söz yazıb. Xanaları formalaşdır, hansı böyükdür? Mənfi 100-dürsə əgər, tünd qırmızı mətn olaraq deyil. Tünd fərdi format verirəm. Sərhəd, doldur. Göy rəngdə olsun. Kanalı formalaşdırdı, əgər mənfi 100-dürsə. Yaxud belə bir şeydirsə, əgər yaxud müsbət 100 olanda tamamən dəyişir. Fərdi formalaşdırdı gələrəm. Yenə də elə mən deyəndir. Tünd göy rəngdə verərəm. Okey. Amma mən bunu bu cür edirəm deyə qabağına mənfi qoyanda
o tamamen başqa cür olur. Ona görə mən qabağına qoyuram -100. Formatı dəyişdim. Okay. Gəlirəm formalaşdır. Yenidən dəyişirəm. Böyükdür. Tamam, indi başqa bir şey yazıram bura. 118 eləmirəm. Mən bunu eləyirəm. Müsbət 100. Renk formatına gəlirəm. Fərdi formalaşdır yenidən. Bənövşəyi rəngdə eləyirəm. Vəssalam. Yəni düz yuxarı getdikcə, bu dəyişdikcə, belə deyim, bunu gözləyir, sürüşdürək aşağı. Getdikcə üzü yuxarı olacaq. Gördünüz? Bu format dəyişir. Bu işarələr var idi. Üzü yuxarı, bərabər. Sonra üzü aşağı gəlir. Bu nəyə görə əsasında idi? Bayaq sizə dedim, rəqəmlər müsbətə və ya mənfiyə doğru getdikcə yaşanır bu hadisə. Başa düşdünüz? Gəlin bura. Yenidən buna forma verirəm. Şərti formalaşdır. Müəyyən qədər beyniniz ola bilsin yansın bu şeydə. Amma bu çox önəmlidir. Niyə önəmlidir? Çünki siz bunu tam bilməlisiniz ki, sabah məsələ işlədiyiniz məsələ hesabat verəndə çox rahat olsun. Baxın, bunu belə də eləmək olar. Və yaxud bir dəqiqə. Burada ayrıca yazacağam. Bərabərdir. Bu çıxılsın bu. Bir də bildiriş gəlir 14 dəqiqədən sonra bitəcək. Hə, görürəm, narahat olmayın. Bitəcək, təzədən açarıq dərsi. Ya Tamam. əgər bu dərs yetindirsə, problem deyil. Mən bu dərsi atarım da YouTube-a, baxın. Bu çünki çox qarışıqdır. Olar elə, yoxsa necə? Olar. Razılaşıram. Başa düşdüm. Baxın, bunu eynən bu qaydanı burada da elədik. Yəni, satış çıxılsın, alış. Düzdür? Gəldik aşağı. Şərti formalaşdır. Mən bura bu səfər bu işarəni qoyuram. Belə deyim də, Dədababa telefon setinin işarəsidir bu. Düzdür? Amma baxın, müsbətdir. Getdikcə gəlib, safsem düşüb burada. Mən bunu eləsəm, 100. Bunu da eləsəm, 0. Gördüyünüz kimi. -100'dür. Əgər mən bunu eləsəm 0, bunu eləsəm 100. Bu rəngi görürsünüz, buradakı rəng dəyişdi, yeri dəyişdi. Başa düşə bildiniz bunu? Baxın. Faiz dəyişəndə bu rəngdə dəyişir. Əgər mən bunu eləsəm 1000, məsələn, bunu eləsəm 10, gördüyünüz kimi. Yox, bir dəqiqə, bunu eləsəm 100. Görürsünüz bunu? Əgər yox, tərsinə olarsa, mən bunu edirəm 100. Gördünüz bu rəngi? Aha. Gördünüz? Artıq arxaya gedir. Daha da mənfiyə doğru getməli idi, amma müsbətə doğru gedir. Mən buradakı düsturu dəyişirəm. Bərabərdir. Alış, çıxılsın, satış. Burada məsələ dəyişir. Burada məsələ dəyişir. Niyə dəyişir? Çünki ilk verdiyim düstur da dəyişdi. Burada görürsünüz, bu göstərdiyim bu işarə. Baxın. Bu sütuna diqqətlə nəzər yetirin. Gördünüz bunu? Mən bunu eləyirəm 100 bərabər oldu, okey. Mən bunu eləyirəm 8, məsələn. Görürsünüz? Rəng dəyişdi, faiz dəyişdi, işarə belə dəyişdi. Əgər mən bunu 100 eləsəm, müsbətə doğru verir. Əgər mən bunu 1000 eləsəm, fərqli müsbətə doğru verir. Artıq bütün bu işarələr dəyişdi. Fikir verim də nə? Rəng işarələri dəyişdi. İndi buna fikir verək. 100, eləyirəm bunu 90%. 10% yarandı. Eləyirəm bunu
80%. Yox, bir dəqiqə. 80%, yenə də yarandı. Və mən bunu edirəm 9%. Saf-saf aşağı düşürəm. Görürsünüz buradakı işarəni? Bir dənə buradakı işarəyə nəzər yetirin. Mən buranı fərqli rənglə verim. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Baxın, sırf bu hissəyə fikir verin. Bu özəl hissəni özüm götürdüm. Buna bir dənə fikir verin, yoldaşlar. Burada bu işarələrə də fikir verin. Görün necə dəyişir. Məsələn, yazıram belə. Mənfiyə düşdüyü üçün dəyişir. Çünki mən qaydanı axı birinci elə qoymamışdım. Dəyişir. Əgər mən bunu 0 eləsəm, bunun da işarəsi dəyişir. Gördünüz? İşarəyə baxın. Dəyişdi. Mən bunu əgər 1 eləsəm, bu işarə yenə də dəyişəcək. Mən əgər bunu 1000 eləsəm, safsem dəyişəcək. Ona görə mən bunu 0 eləyən, bir dəqiqə. Mən bunu safsem 0 eləyəndə bu işarə sual yaranır. Niyə bu işarə qalxmır? 0. Bir dəqiqə. Bu işarə qalxmır. Səbəb. Çünki biz bu işarəni qoyanda verdiyimiz bir qayda var idi. Ki, mən bunu 1000 eləsəm, 10.000 eləsəm, bu dəyişəcək. Müsbətdirsə tam göstərir. Yox, əgər mənfidirsə, hətta bərabərdirsə, 0 göstərir. Bunun əsas prinsipi budur. Bu işləmə qaydası budur. Başa düşdünüz? Başqa. Bu bütün bu fərdi formalaşdır. Burada yeni qaydalar da yaratmaq olur. Bunu birinci göstərdim və bunun əsasını bildik. Histogram zaten gözü göstərdim sizə. Burada heç nə eləmirik. Ctrl A eləyirik. Fərdi formalaşdır. Burada baxın. Ctrl A elədiyimiz üçün görürsünüz hamısını dəyişir. Bizə bu lazım deyil. Əgər biz nə istəyiriksə, yəni istədiyimizi biliriksə nədir? Gəl. Sil. Söp. Gəlmişəm bura. Fərdi formalaşdır. Digər yoldaş çıxdı deyəsən. Bir dəqiqə gözləyin. Təzədən sizə yığın, təzədən qoşulun. Qoşuluram. İşləyib əlimdə siz danışarkən işləsəm, orada nəyisə tutaram ki, eləyə bildim, bilmədim. Belə sadəcə baxıram ki, sonra təcrübə eləyim ki, nəyi işləyə bildim, nə yadımda qaldı. Aha, bəs özünüzün hansı bir sualınız var? Mən telefondan notifika qoşula bilmirəm. Bacarmadım telefondan notifika qoşulmağı. Belə deyim. Zoom proqramını update eləyə bilmirsiniz kompüterə? Ümumiyyətlə, yəni bu telefon notifika necə qoşulur, heç başım çıxmır, heç denəməmişəm. Bildim. Hal-hazırda kompüterdə ikinizdən kimdir qoşulan? Mən notebookdan qoşulmuşam. Bu yəni problem deyil. Onu mən istəsəm alıb video kimi çəkərəm, atarım, siz hamınız görərsiniz onu. Şərti Tamam. formalaşdır. İndi yeni qayda da yaratmaq olar. Yeni qaydanı saxlayaq, çünki yeni qaydanın dərsi uzundur. Rənglər şkalasını başa düşdük, histoqramları başa düşdük, piktoqramları başa düşdük. Bunu da eləmək olar, görürsünüz. Yəni istədiyiniz hər bir belə deyim də komandanı bunlara verə bilirsiniz. Digər qaydalar. Bu digər qaydalar nə qaydalardır? Burada hansı xananı formalaşdır da, baxın, siz onu görmürsünüz və bunu videoda mən göstərəcəm sizə. Özümüz komanda verəcəyik bu səfər. Özümüz komandanı dəyişdirəcəyik. Burada
böyükdür, bərabərdir. Qiymət 67 və 33 aralığı olarsa. Bir dəqiqə. Mən buradan götürürəm bu sütunu. Burada mən zaten götürsəm bu sütunu, yenə də məndən olacaq və bu sütunun əsasında deyirəm ki, rəqəmlər yüksəkliyə doğru olsun. Faiz tipi, tip faizli ədəd olsun. Yox. Bir dəqiqə mən bunu faizə çevirim. Aha. Mən bura gəlim. Götürməyim yetərlidir. Menyunu görə bilmirsiniz, düzdür? Xeyr, mənim görsənmir. Hə, okey. O zaman indi atacağam. Baxanda görəcəksiniz orada nəyə nə dəyişiklik oldu. Mən bura gəldikdən sonra formanı dəyişdim. Ancaq piktogramları göstər. Okey. Burada niyə nə yazır? Kimi bilmək istifadə edin. Hə, burada düstur verilməlidir. Onu mən növbəti dərsdə də saxlamağım məsləhətdir. Çünki növbəti dərsdə mən sizə artıq SUMIF düsturlarını keçəcəm. Ambar, əsl, orijinal ambar sistemi. Hansı ki, üzrsən, ambar sistemləri var. Ambarda işləyən vəz, mağazada işləyən vəz olub burada. Yaxud Mən hansısa işləmişəm. mağazanın uçotunu eləmisiniz heç? Sayımlar olur, qarşılaşdırmalar olur, əvəzləşmələr olur. Onları görmüsünüz, eşitmisiniz də. Bəli, bəli. Çox Və yadımda qalmayıb. bəli. Gördükcə xatırlayıram. Növbəti dərs onun əsasında düstur yığılacaq. Kodlaşma yığılacaq. Baxın, unutmayın. Dərsə başlayanda mənim də yadıma salın. Çünki sizin dərsliklər çoxdur. Sizin dərslikləri də 2 aya salmışıq. Gərək bunların hamısını sığdıraq, mümkün qədər ki, siz bunları öyrənəsiniz. Siz bunları tam öyrənsəz və videolara dəfələrlə tam rahat baxsaz, okeydir mənim üçün. Ki, yəni tələbə buna baxır və öyrənə bilir. Başa düşdünüz bunu? Yəni mən də istəyirəm ki, siz baxın, bunları nə qədər çox öyrənsəz, məsələn, bu funksiyaları daha çox hansı şirkət əməkdaşları bilir çoğunluqla. Veysalovlu, Azərsun, belə deyim, Soka, böyük hegemon şirkətlərdə Excel-dən istifadə edəndə oradakı Excel-i bilənlər adi Excel bilənlər deyil də, ən azı müəyyən qədər müəllimlik dərəcəsi də olmasa, müəllimlik dərəcəsinə yaxın bir leveldə olan adamlardır. Və siz o dərəcədə Excel-i bilsəz, yəni hər hansısa bir mühasibat köməkçisi kimi, yaxud HR köməkçisi kimi, yaxud hardasa mal materialda işləyən bir əməkdaş kimi, mən düşünürəm ki, siz bunu öyrənəcəksiniz. Baxın, mənim bu yığdığımı istəyirsiniz əgər bir sual verim. Mən hər dəfə nəsə fərqli belə bir şeylər yığanda, belə şeylər yığanda, bunu ayrıca bir Excel faylına atım qrupa, yoxsa özünüz YouTube-dan da mən yüklədiyim yerdən baxıb eləyə bilərsiniz? Belə açığı atsanız çox gözəl olar, amma sizdə də biraz vaxt. Mənim üçün Yəni onu problem da deyil. Mən başqa bir fayl atarım, amma bunu siz üçün göndərərəm. Mənim üçün burası okeydir. Amma belə bir sual belə var da. Bəs siz üçün uyğundur bu. Sonra sizi bu daha da işinizi asanlaşdırmasın. Nə yəni istəyirəm biraz çətinlik görəsiniz ki, və bunu bacara biləsiniz. İnsan çətinə düşəndə mən bunu bacarmaram sözünü deyib bacana biləcək bir varlıqdır. Mən onu bir başa düşürsüz, onu eləmək istəyirəm. Mən bunu atarım. Ha, okey, əlimdədir. Hə, hər dəfə bir dənə şeylə xamlığımı çıxararam. Mən bunu başa düşdüm. Amma mən istəyirəm ki, videolar özü olsun. Videoya tək-tək baxa-baxa eləyim bunu. Yoxsa tamam onda elə. sizə necə rahatdır? Mən onu daha rahat, daha çox bilmək istəyirəm ki, çünki sabah belə deyim. Mənə link ata bilərsiniz ki, mən Excel özümə yükləyəm. Siz Çünki hələ məndə Google Excel yükləyə bilməmisiniz? yox. Aa. Məndə notebookda Windows 10-dur. Домашняя versiyadır, ev şeydir. Aha. 2016 neçənci ildir? Neçənci ildir? Onu unutdum. Eşə, onda qoy bir dəqiqə bu ekran kaydını bağlayaram, mənə məlumatları verərsiniz. Enedesk var sizdə? Nə var?
AnyDesk. Yəni mənim sizin kompüterə qoşulmağım üçün olan bir proqram. Yox. AnyDesk lazımdır. AnyDesk-lə onu eləmək mümkündür. Bir şey fikirləşmək olar. Mhm. Kimin nə sualı var? Yoldaşlar, zəhmət olmasa dərslərinizi oxuyun. Bu videoya baxan yoldaşlar da dərslərinizi oxuyun mütləq şəkildə. Çünki siz dərsləri oxumadıqca, belə deyim, mən də ruhdan düşürəm, tələbə öyrənmir, mən də kefim şorlanır, əziyyət çəkirik. Söhbət əgər sizin bizim şirkətə ödədiyiniz puldan getmir. Mənim də dərsdə yarım saat, 1 saat yarımdır dərsimi deyim, qutarsın geçsin deyil. Mən də istəyirəm ki, siz də öyrənəsiniz və sizin öyrənməyiniz mənim plusumdur, mənim prestijimi artırır. Başa düşürsünüz bunu? Çox xahiş edirəm, dərslərə diqqətlə yanaşın. Sizin də mənə dərsdən sonra yazın. AnyDesk proqramı var, onu yükləyim, qoşdum sizin kompüterə, eləyərəm. Notebookdur, kompüterdə artıq hər nədirsə, o Excel-i update eləyərik, sıxıntı deyil. Bəs linklə olmur ki, siz mənə deyəsiz, mən özüm eləyim. Olar, o da olar. Windows-unu bir dənə mənə deyərsiniz. Windows desə 10-dur.